Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, biz bu günlərim Vüsal Kəlbəcəri, bu günlərim Çağdaş Təhsil komandası olaraq bu günlərim Hacıqabul şəhərindəyik. Hacıqabul şəhərində qocaman 2 nəfər gözəl müəllimi çəkdik və o cümlədən 2 nəfər şagird də sizlərə təqdim eləmək istəyəcəm. Və gözəl bala, adın soyadın nədir? Nəzrin Şirayzadə. Ay maşallah. Hansı məktəbin şagirdsən? 5 saylı tam orta məktəb. Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi. Təbrik edirik. Allah təala sənə uzun ömür, can sağlığı versin. Gözəl bala, hansı məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Kəmalə müəllimi. Sinif rəhbərinin odur. O müəllimlərdən kimlər sevirsən? Başqa müəllimlər də deyə bilərsən. Arzu müəllimə sevirəm. Çox gözəl müəllimlərə öz adımızdan dərin təşəkkürümüzü bildiririk. Və indi hal-hazırda neçə sinifdə oxuyursan? 4-cü sinifdə. 4-cü sinifdə. Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? Dizaynerçi. Ay maşallah. Bax bu qədər peşənin içində nəyə görə dizaynerçi olmaq istədin? Çünki rəsmi çox sevirəm. Rəsmi elə bil ki, bağlıyam da. Çox gözəl və sənə uzun ömür, can sağlığı arzu edirik. O gün olsun ki, həqiqətən öz arzuna çatasan. Bugün 2026-cı il hörmətli izləyicilərimiz 24 mart tarixidir. Novruz bayramını biz qarşıladıq. Gözəl bahar gününə baharı qarşıladıq və bu kadrlara bir 10 il, 15 il, 20 il sonra baxanda bizim gözəl balamız arzu edirəm ki, ali məktəbi də qutarsın, gözəl bir peşənin sahibi olsun və dövlətimizdə layiqli bir yerlər tutan övlad olsun inşallah. Amma hamının adını çəkdik, atanın, ananın adını çəkmədik, nənənin, babanın adını çəkmədik. Atanın adı nədir? Məhərrəm. Məhərrəm bəy Poverişdir, Şeyx Poverdir. Gecə gündüz özü yuxusuz qalır, əziyyət çəkir. Sizin yaxşı təhsil almanız üçün əlindən gələni əsirgəmir. Ona görə atana da dərin təşəkkürümü bildirirəm. Ananın adı nədir? Lamiyə. Lamiyə xanım Evdar xanımdır yəqin ki, gecə gündüz sizin təlim tərbiyəniz üçün əziyyət çəkir, ona da sağ ol deyirik. Babanın adı nədir? Nənənin, babanın. Nənən Kəklik, baban da Aslan. Aslan. Aslan bəyə və Kəklik nənəyə də öz adımızdan sağ ol deyirik. Və belə bir el məsəl var, deyir dövlətdə dəvədir, övladda nəvədir. Nənələr də öz sözlərini deyir ki, Nəzrin deyir mənim nəfəsimdir deyir. Sən Nəzrin deyirmi? Nəfəsimdir. Deyir bir var mən çox istəyirəm, bir var o mənim nəfəsimdir. Biz də arzu edirik ki, nənə də inşallah, baba da, nənə də hamısı səndən fəxr eləsin. Və sondakı arzumuz odur ki, gələcəkdə hansı sənəti peşənin sahib olmağına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olasan. Bayrağımızı yüksəklərə qaldıran vətəndaşların biri olasan. Səni təbrik edirik. Allah təala uzun ömür, can sağlığı versin. Bizim gözəl balanı soruşmadıq amma adı nədir sənin? Xədicə. Ay maşallah. Sən neçə sinifdə oxuyursan? İçində. Sən böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Həkim. Ay maşallah. Bir çəkim, bir dizaynerçi. İnşallah atya anaya vətənimizə layiq övladlar olasınız. Arzunuza çatasınız. Bəli, hörmətli izləyicilərim, mən Vüsal Kəlbəcəri və bizim illərin kameramanı və bölgə müxbiri Arzu xanıma da sağ ol deyirik. Təşəkkür bildiririk. Sağ olun.